Salam, hoş gəlmişsiniz. Bu mübarək ayda belə bir mövzu seçdik. Ramazan fəzilətləri. Ramazan hadisəsi tamamən şərq mənəviyyatının hadisəsi olduğu dərəcədə, ruhaniyyatın hadisəsi olduğu, həm də şərq idrakının, intellektinin hadisəsidir. Bunu çox belə bir qürurla demək lazımdır ki, bu başdan ayağa bir idrak bayramıdır həm də. Bu kitab bayramıdır həm də. Elm bayramıdır həm də. Bir ay insanlar Quran oxuyacaqlar, dərinlikləri ilə görüşəcəklər. Bu belə bir dəvətdir. Biz elmin və kitabın bizə gəlişini bayram edirik bu cür. Əslində. Qərbdə intellektin inkişafı yalnız kitab oxumaqla bağlıdır. Yalnız kitab oxumaq. Ona görə səhər axşam hamı kitab oxumağı təbliğ edir. O qədər ki, mən artıq deyirəm oxumayım. Ümumiyyətlə, nə gəldi oxumaq olmaz. Və kitab oxumaqla insanlar ağıllı olsaydı, kitabxanaçılar gərək akademik olaydılar. Mən gənc olanda kitabxanada çox vaxt keçirdim. Orada kitabxanaçı qızlar 3 günə bir kitab oxuyurdular. Və o zaman fikirləşdim ki, acaba buna bu qədər kitab oxuyurlar. Yəqin çox böyük filosof olarlar. Crossword həll eləmək nə qədər adamı intellektual edirsə, kitab oxumaq da adamı o qədər intellektual edə bilər. Yəni, heç bir şey gəlməz. Yalnız aldanışdır. İnsan 3 sətir belə oxuya bilər, amma heç bir sətir də oxumaya da bilər, Sokrat kimi. Bunlar unudurlar ki, fəlsəfə tarixinin başlanğıcı Sokratdan başlayıb, bu adam heç bir kitab oxumayıb, heç də yazmayıb. Məhəmməd Peyğəmbər demir. Deyək. Əsas məsələ dərindən oxumaqdır və özünü oxumaqdır. Əgər bu proses baş verirsə, insanın müdrikləşməsi baş verir. Dərinliklə görüş baş verirsə, müdrikləşmə baş verir. Kitab oxumaqla müdrikləşmə baş verməyə də bilər. Kitabla da baş verə bilər. Kitabda da dərinlik var, bəzi kitablarda. Amma əgər insan oraya girirsə. Və yenə dediyim kimi, qərbdə belə götürürlər ki, qərbin məbədi nədir? Universitet. Şərqin məbədi elə məbəddir. Qərb deyir ki, nə qədər çox oxusaz, salırlar sizin məngəniyə, mən də ali məktəbdə işləyirəm. O semestrlərdə uşaqlar, bu Ruslan bir sözü var, Galopon po Evrope. O mövzuda 5 dəqiqə, o mövzuda 5 dəqiqə, o mövzuda 5 dəqiqə semestrdə bir göz açımda tutarır. Adam idrakin ləzzətini ala bilmir orada. Və sonra imtihana hazırlaşmalıdırlar. Qiymət qorxusu, əzbərləmək zərurəti, yaddaşda saxlamaq zərurəti, bunun qətiyyən idrakla əlaqəsi yoxdur. Bir şeyi yaddaşda saxlamaq qorxusu ilə idrakin heç bir əlaqəsi yoxdur. Bir də təkrarını bir dəfə demişəm. Mən kandidatski minimum verəndə məndən bir axmaq professor soruşdu. Hegelin fenomenologiya duxa əsəri, ruhun fenomenologiyası neçə fəsildən ibarətdir? Güldüm, dedim, Hegel özü bəlkə 3 ay sonra yadımda deyildi neçə fəsildən ibarətdir. Mən neçə kitab yazmışam, fəsillərini əzbər bilmirəm. Normal adamın reaksiyası belə olmalı. Anormallıq üzərində təhsil qurdular. Tamamən anormallıq. Eğer siz dində yoxdur, o da var. Hansı surədədir, hansı ayədədir? Süni intellekt oyunu oynayırlar. Əzbər bilirmiş. Deyirəm, var orada, var. O həqiqətlə mən orada rast yaşmışam, zikr eləmişəm ona. Həftələrlə, aylarla. Var orada o fikir.
Amma yadımda əzbər deyil, hansı surədir, hansı... Mən süni intellekt deyiləm, mən təbii intellektəm. Amma təhsilin belə bir süni yanaşması var. Filan şairi tanıyırsansa, mütləq doğum ilini yadda saxlamalısan. Mən heç öz oğlumun doğum ilini yadda saxlamamışam. Sevmirəm onu, tanımıram onu. Sevmək və tanımağı rəqəm əzbərlətməyə gətirdilər, çıxartdılar. Və bunun intellektuallıqla heç bir görüşən yeri yoxdur. Bunun yaddaşla görüşən yeri var. Yaddaşı yükləyirlər adamlara məktəblərdə və sadə məntiq, sevirlər məntiq sözünü, bir etiraf da edeyim, ən zəhləm getdiyim sözlərdən birisidir, məntiq. Məntiqli danışır filan ki. Elə bilir, mənə kompliment deyir. Mən məntiqli danışmıram, fikir özünün daxili məntiqi var, o məntiqlə çıxır. Mən məntiqi izləmirəm, güdmürəm. Həqiqət çox vaxt paradoksal olur. Onda neyniyəcəm? Məntiqin dalınca düşsəm, həqiqətin dalınca gedə bilməyəcəm. Axıra qədər. Məntiqin köləsi olsam, həqiqətin küçəsinə heç vaxt çıxarmayacaq məni o. O naviqasiya ilə çıxa bilməyəcəm. Məntiqin naviqasiyası ilə. Səadət küçəsinə. Bunu şərqlər bilirlər. Amma qərbin ən böyük naviqasiyası məntiqdir. Müqəddəslik də az qalar. Və bunu ilə insan idraklı olanmaz. Ramazan ona görə şərq idrakının ifadəsidir ki, burada müəllimlər bilirlər. Sənin əvvəlcə ürəyi hazırlamaq lazımdır. Sənin qavrayışını hazırlamaq lazımdır. Sənin yerişini düzəltmək lazımdır. Sənin duruşunu düzəltmək lazımdır. Sənin qəlbinin sərhədlərini düzəltmək lazımdır. Məsələn, sən xəsis qəlbli insansansa, sən həqiqəti dərk eləyənməyəcəksən, yerləşməyəcək o həqiqət. Həqiqəti yalnız səxavətli birisi dərk eləyə bilər. Səxavətli birisinin yaratdığı dünyanın planını səxavətli birisi fəhm edə bilər. Ona görə şərq müəllimlərinin yanına gedəndə o deyir ki, get, oruç tut, get, acı doyuzdur. Orucun da bilirsiniz bədəli acı doyuzdurmaqdır. Get, ac doyuzdur. Get, xeyirxahlıq elə. Nə əlaqəsi deyəcək? Mən ağıllı olmağa gəlmişəm. Mən həqiqəti öyrənməyə gəlmişəm. Sən məni isə işlətməyə göndərirsən. Amma sənin qəlbin işləyib sərhədlərini genişləndirməsə, sən xəsis qəlblə o böyüklükdə həqiqəti dərk eləyə bilməyəcəksən. Dar qəlblə, dar gözlərlə o həqiqəti görə bilməyəcəksən. Sən elə bir həqiqət axtarsan ki, onun qarşısında səcdə edəsən, elə deyilmi? Ha, budur. Hazırla özünü ona. İbadət ona hazırlıqdır. Ona görə şərq müəllimləri qəribə yollar seçirlər. Çox az kitab oxutdurarlar. Amma çox vaxt bu əməlləri edərlər, xeyr əməlləri etdirərlər, oruç tutturarlar. Sufilər də oruç tuturdular çox-çox. Bu adamın üfüqlərini genişləndirir, gözünü aydınlatır, ruhunu duruldur. Sən bulanıq ruhla necə anlayacaqsın? İkincisi, insanlar xəbərləri yoxdur özlərindən, dağım-dağımdırlar. Şərq tamam başqa cür yanaşır intellektə, həqiqətin dərkinə. Çox uzun müddət hazırlıq görür. Yar gələnə qədər evinə tər, silərlər, süpürərlər, təmizləyərlərsə, o təmizlik işi çox önəmlidir. Sən yer hazırlayırsan həqiqət üçün. İllərlə, bu ilin orucu ilə, gələn ilin orucu ilə yer hazırlayırsan ki, o həqiqət gəlsin. Yerin varsa həqiqət gələcək. Yerin yoxdursa həqiqət niyə gəlsin ki? Oruçsa bilirsiniz nə öyrədir? Səhər söz verirsən özünə ki, bugün yeməyəcəm, içməyəcəm. Axşama kimi də yemirsən, içmirsən. Sözü tutursan, bir
bir kərpic də olsa qoyursan mənəviyyatın içində. Divarlarını, laxlamış divarlarını bərpa edirsən o Xızırla Musa bir divar bərpa edirlər, uçmasın. Sənin bütün asarların uçmaq vəziyyətindədir. Qəzalı vəziyyətdədir sənin daxili aləmin. Deyirlər, orucun nə faydası var ki? Siz söz tutub üstündə duramırsınız, nadürüstsünüz. Nə vaxt özünüzü düzəldəcəksiniz? Hani bunun praktikası? Necə məşq eləyəcəksiniz? Sədaqəti necə məşq eləyəcəksiniz? Sevgilərin hamısı sədaqətsizlikdən bitir. Mənim təbiətim budur. Yox, əzizim, sən özünü viran eləmişsən. Sən sədaqət xımına bir dənə daş qoymamısan, beton qoymamısan. Sənin sədaqət binan böyümür axı. Nə vaxt onu böyüdəcəksən sən? Ki, sənin sədaqətin də sənə yardımcı olsun. Oruc isə Allaha sədaqət praktikasıdır. Peşində olduğun həqiqətə sədaqət praktikasıdır. Hər gündən eləyirsən. Anlamasanız belə, ayın ortasından sonra o qədər sevirsiniz ki, bu ayı. Ay qutaranda da heç bitməsini istəmirsiniz, kövrəlirsiniz. Çünki bu gözəl proseslər baş verir içəridə. Sədaqət cücərməyə başlayır. İnsanlıq cücərməyə başlayır. Allah deyir, dürüst, sadiq insanlara verəcəm mən həqiqətimi. Və bu heç yarından ötürü əziyyətə dözmək istəmir ki. Buna necə böyük həqiqəti verək? Ona görə Allah hazırdır həqiqəti verməyə. İnanın, Quranda belə bir ayə var. Yerini bilmirəm. Mən hazıram sizə bunu açım. Siz hazır deyilsiniz. Hazır olan kim açılacaq? Kim sevdi ki? Dedi, eşqin səfası yox. Kim sevdisə mütləq səfasını gördü. Sevən olsun. Mən bunu niyə edirəm? Mən illərlə ibadət edirəm, heç bir şey baş vermir. Bax, başqasında heç nə baş vermir. Allah onu deyir, bəlkə itirib açarım. Hədəfini itirib. Hara getdiyi yadında deyil. Hamısını mexaniki eləyir. Göstəriş üçün eləyir. Nə qədər elə adamlar göstəriş üçün eləyirlər. Amma bu proses budur. Demək, iradəni möhkəmlənir. Söz verib sözünü tutmağı öyrənirsən. Sədaqət binavı tikirsən oruçda. Lider yetişdirir Allah insanı. Adəm liderdir. Mən deyir, Adəm yaradacam Allah. Adəm həqiqət lideridir. Xarizmada, böyüklükdə, hamısı oradan gəlir. İnsan necə xarizmatik olsun ki, sayrışır onun içi. Bir şeyin üstündə qalmır, qala bilmir. Bir şeye yox deyə bilmir. Sonra deyir, Allah niyə bir şeytanı yaradıb ki? Yaratmayaydı bizim şeytan olmasaydı, həyat yox idi. Ölüm vardı ancaq. O sənin diriliğin ifadəsidir ki, sən bir şeye yox deyə bilirsənmi? Heyvan heç nəyə yox deyəmir. Əti qoy günə masanın üstünə. Nə qədər bilsə də ki, ət masanın üstünə işini götürmək olmaz. İt gəlib götürəcək onu. Sən görməyəndə gəlib götürəcək. İnsanlar bu vəziyyətə düşüblər. Özlərini tanımırlar. Əxlaqı necə inşa eləmək olar? İnsan bilməlidir ki, haram var, halal var. O ağac var, cənnətdəki ağac məsələsi. Problem olub o da. Niyə Allah o ağacı qoydu? Özü bizi şirinlikləndirdi o ağacla.
Və əkməyəydi orada o ağacı. Olmayaydı orada o ağac. Biz də bu günaha düşməzdik. O ağac orada olmalıydı ki, sən olar olmaz öyrənəsən, iradən formalaşsın, seçimin olsun. Necə xoşlayırsınız telefonların içində yaxşısını, pisini seçməyi? Mən bunu istəyirəm. Necə xoşlayırsınız? Hər şey, həyat yoldaşınızı seçən, gözəlini istəyirəm, yaraşıqlısını istəyirəm, böyüyünü istəyirəm, uca boylusunu istəyirəm. Həqiqət də həmən o seçim ifadəsidir. Seçməyi öyrənməlidir insan. Seçimin üstündə durmağı öyrənməlidir. Yoxsa namus da yoxdur, əxlaq da yoxdur, mənəviyyat da yoxdur. Və insan yalnız bu diriliyin maksimallığıdır. Allah diridir, deyil mi? Bilirik. İnsan da diri olanda ona həqiqət gələcək. Diri insan axına düşüb baxmır. O bilir o nəyi seçir. Fərqindəlik var onun. Dirilik inşasıdır bu. Çox güclü bir praktikadır oruç. Və sən diri o ölülərə deyirsən, heç nə eşitdirəməyəcəksən. Elə belə Quranda təkrarlanmır ki, insan da diri olmalıdır. Ki, o həqiqət ona gəlsin. Yəni, bir sözünün üstündə dura bilən adam olmalıdır. Sədaqəti olmalıdır onun. Məsələn, deyirlər ki, həqiqəti dedə mənə. Belə sualı verənlər dəqiq bilir ki, cavab gəlməyəcək. Cavab nə gəlsə gəlsin, həqiqət deyil. Çünki həqiqət sözlər deyil. Həqiqət sözlərin yanı ilə gələn səadət duyğusudur. O duyğu da yetişməlidir. Həqiqət sözlərin yanı sırası gələn kövrəlmədir. Deyir, həqiqəti deyir, öz evladlarını tanıyan kimi tanıyacaqlar. Üzü qoyulu, yıxılıb, ağlayacaqlar. Sözü deyə bilərsən, amma o sözdə oğlunu tanımırsa, o səadət də onun oğlu onun üçün. Allahın lütfü də onun oğlu onun üçün. O həqiqət yoxdur. Bu, ümumiyyətlə, həyatda belədir. Ata oğluna pul verə bilər, amma səadət verə bilməz. Ev verə bilər, amma səadət verə bilməz. Söz verə bilərsən, amma səadət verməyəcəksən. Sözdür o. Boş ev nədirsə, sözlər də odur. Burada yenə də ürəyin hazırlanmasından söz gedir. Ürəyin yumşalmasından söz gedir. Müvafiq hala gəlməsindən söz gedir. Ona görə oruc belə bir hal praktikasıdır. Həm də ki, sən həqiqəti eşidəndə xoşbaxt olasın. O sənin üçün hər şey olsun. O, qara qız oxşayır Cəlaləddin Ruminin pritçasındakı kimi. Sultan baxır, deyir, Leyli dediyiniz budur. Bu qara qızdır ki, nə var bunda? Bu ateist həqiqətə belə baxır. Nə var sizin o kitabınızda? Adi sözlərdir də. Bu Ləhəbin əli qurusun. Bazarda da eşidərəm mən bu sözü. Nə var ki orada? Onun üçün xüsusi qəlb formalaşmalıdır ki, orada onu görsün. Əbu Ləhəbin əli qurusun deyən, o Əbu Ləhəbi yaradıb. Və onun necə bir ucuz alverə girdiyini də görür əlləri ilə. Nəyi satıb, nəyi aldığını da görür və bunu hisslərlə də bizə şey. Ona görə Quran emosional kitabdır həm də. O təkcə fikir ötürmür, emosiya da ötürür. O fikri hansı emosiya ilə qavrayacaqsan, onu da ötürür. Şərqin intellektuallığı da həm də emosionaldır. Qərbdə də bəziləri bunu anlayıblar. Bircəyev məsələn anlamışdı.
Həqiqət deyir, soyuq onun üzərində düşünmək deyil, həqiqət onun üzərində hıçqırmaq, ağlamaq üçündür həm də. Baxırlar, bizi anlamırlar. Nədir siz muğamatınızda ağlaşma qurursunuz? Həqiqətlə görüşmək elə belə bir şey deyil ki, sənin qəlbin cırıq-cırıq olur həqiqətlə görüşən. Parçalanır yüz yerə. Parça-parça olur. Əgər parça-parça olmuşsa, demək sən də həqiqətə çatmamışsın. O Kupidon var, oxla, sevgi oxu ilə yaralayırsın. Həqiqət yaralamalıdır sənin qəlbin. Həqiqət, ona görə Quran emosiyasını da göndərir. Quran emosional kitabdır. Əbu Ləhəbin əli olsun. Al. Ən çətin həzm olunan ayə odur onlar üçün. Ki, bu nə deyə? Qarğış tökür və siz bunu Allahın sözü hesab edirsiniz.